Mən 124 nömrəli tam orta məktəbin 9C sinif şagirdi Hüseyn Gözalov. Mən 124 nömrəli tam orta məktəbin 8C sinif şagirdi Kazımov Nihat. Mən 124 nömrəli tam orta məktəbin 10C sinif şagirdi Məhəmməd Alışev. Biz Beynəlxalq Sistem Azərbaycan Festivalının bu atletik kateqoriyası üçün belə bir qayıq hazırlamışıq. Biz Aquaforce komandası olaraq qayığımızın modelini penoplastdan, sağ-solunu və irəli getməsi üçün istifadə olunan pəri 3D printerdən çap eləmişik. Qayığımız 1700 mAh litium polimer batereykadan, ESC alıcısından və fırçasız motor 40 amper ESC-dən ibarətdir. Qayığımızın çəkisi 511 qram, eni 15 santim, uzunu isə 32 santim. İrəli getməsi üçün flyskayda bunu, qayığımızın sağa-sola getməsi üçün isə flyskayda bunu hərəkət etdiririk. Biz elektronikamızı ona görə izolyasiya edirik ki, gəminin hər hansı bir aşma halında və ya su keçirmə halında elektronikamız zədələnməsin. İndi isə qayığımızı test edirik. Test sürüşündən sonra qayığımız heç bir su keçirmədi.